Salamlayıram sizi dostlar. Ümid edirəm hər biriniz yaxşısınız. Bugün sizlərə Linux Profesk Arena Labının ikinci hissəsini izah edəcəm. Keçən videoda biz Task 1-dən Task 10-a kimi olan hissəni sizinlə keçmişdik. İndi isə Task 11-dən Task 19-a kimi olan tapşırıqları sizə izah etməyə çalışacağım. Bugün ümumilikdə sizlərlə SUID, SGID, Sticky Bit, Capabilities, Cron və NFS haqqında məlumat əldə edəcəyik. Vaxt dirmədən başlayaq tapşırıqların həllinə. IP-ni kopyalayıram və hədəf cihazıma mən SSH üzərindən qoşulmalıyam. Demək, burada mən parol yazmalıyam. Parolum hacker123'dür. Burada ID dediyim zaman görə bilərəm ki, UID məndə 1000-dir və TCM istifadəçisiyəm. Tamam. Qaydaq taskımıza. Demək, biz başlamalıyıq task 11-dən. Digər tasklar hamısı part 1-də həll olunub. İlk olaraq mən burada sizə SUID, SGID və Sticky Bit'in nə olduğunu izah etməliyəm. Daha sonra həmin taska başlayarıq. SUID, SGID və Sticky Bit. Bunları mən sizə izah etməliyəm nə olduğunu. SUID-ni biz fayllarda istifadə edirik və sınaqda istifadə edirik. Tutaq ki, biz bir fayl yaratmışıq və istəyirik ki, bu faylı kim ranlasa da bu fayl bizim ID-imizdən, yəni bizim adımızdan ranlansın. Bu zaman biz həmin fayla SUID, yəni suite icazəsi verməliyik. Misal üçün, root istifadəçisi bir fayl yaradır. Məsələn, salam.py. Salam.py faylını əgər istəyiriksə ki, kim ranlasa da, bu ola bilər TCM istifadəçisi, user istifadəçisi, kim ranlasa da bu rootun adından ranlansın, o zaman bu fayla suite icazəsi vermək lazımdır. Sonra var SGID icazəsi. Bu əsasən, bu qruplara verilən icazədir. Əsasən qovluqlarda, fayllarda istifadə olunur. Qovluqlarda istifadə olunanda həmin qovluq daxilində biz fayl yaradanda deməli, yaranan fayllar, necə desəm, qovluğun qrupuna aid olur. Yəni sahibi, yəni bütün fayllar qovluğun qrupuna aid olur. Əgər bu komanda, yəni bu icazəni biz fayllarda istifadə etsək, bu zaman deməli şey olur. Həmin fayllar qrupun yaradıcısına aid olur. Sticky Bit'də isə bu əsasən qovluqlarda istifadə olunur. Misal üçün ls-ld tmp etsəm, burada görə bilərsiniz ki, tmp-də Sticky Bit icazəsi var. Bu niyə istifadə olunur? Ümumiyyətlə tmp ümumi olaraq istifadə olunan bir qovluqdur və buna Sticky Bit verilməyinin əsas səbəbi odur ki, istifadəçilər bir-birlərinin fayllarına müdaxilə edə bilməsinlər. A istifadəçisi B istifadəçisinin faylını silə bilməsin. Eyni ilə B də A-nın. Bu səbəbdən bu qovluğa Sticky Bit icazəsi verilib. Ən böyük fərqi bu əsasən, yəni SGID ilə bunun ən böyük fərqi odur ki, bu əsasən qovluqlara verilir və istifadəçilər bir-birlərinin fayllarına müdaxilə edə bilmirlər. İndi biz gəlsək Task 11-ə. Burada demək nə olub? Okay. Burada bir komandaya yanlış SUID icazəsi verilir və həmin yanlışlıq istismar olunur. İlk olaraq find istifadə olunaraq bütün sistemdə type fayl olan, yəni tipi fayl olan və icazəsi 4000 olan, yəni 4000 SUID deməkdir. SUID olur 4000, SGID olur 2000, bu rəqəm qarşılığıdır. Bir də Sticky Bit olur 1000. Bunların rəqəm qarşılığıdır. Deməli, 4000 olanları axtarır. Yəni, suite icazəli faylları axtarır. İkini də dev nula yönləndirib, yəni errorları hamısını yönləndirib dev nulun daxilinə. Gəlin bunu özümüz yoxlayaq. Komandanı bir də əllə yazmıram. Deyəsən, internetdə bir problem oldu. Tamam, gəldim. Demək, burada bu faylların hamısında suite icazəsi var. Lakin biz burada səhv etmirəmsə bu üçünü
istismar edəcəyik. Bu üçün istismarını öyrənəcəyik. Burada söhbət gedən fayl suid-so faylıdır. Hansı ki biz onu burada görə bilərik. Faylın yolunu kopyalayıram. ls-lb edirəm və faylı yapışdırıram bura. Gördüyümüz kimi burada s var. S var burada da. Yəni su icazəsi verilir bu fayla. İndi isə bunun kontentini oxuyum mu mən? Kontentini oxumayaq da bunun strings ilə daxilinə baxaq nə var nə yox. İnternet biraz zəifdir deyə gecikmir. Stringsdə burada oxunula bilən hissələrə baxdım. OK, burada görə bilərsiniz ki, home userin daxilində .config deyilən bir necə deyim, qovluq var. Və həmin qovluğun içində libcalc.so deyilən fayl var. Və bu çalışdırılan zaman böyük ehtimal ki, bu faylı çağırmağa çalışır. Adamlar burada nə edirlər? Stress bundan şübhələniblər adamlar və görüblər ki, yəni burada bir fayl adı var da. Stress vasitəsilə sistem çağırışlarına baxıblar. Həmin faylın sistem çağırışı nə desəyiz, bir proqram işləyən zaman sistemdən etdiyi çağırışlar sistem çağırışları adlanır. İndi ola bilər bu tam da açıqlayıcı olmasın. Bunu sizə nümunə ilə göstərim mən. Misal üçün burada nə olunur onu deyim sizə. Stresslə cat etc pass və vid eləyəndə baş verən proseslərə baxıram. Openat, read və close hissəsinə baxıram. Burada deməli openat ilə fayl açılır. Read ilə faylın kontenti oxunulur və ən aşağıda close ilə bağlanılır. Yəni bu sistem çağırışlardır. Biz də bu formada deməli suid-so faylı çalışan zaman həmin faylın etdiyi sistem çağırışlarına baxmalıyıq. Bu hissə o işi görür. Pipe'dan sonraki hissə, yəni greplə olan hissə isə artıq necə desəm filtrləmək üçün istifadə olunur. Yəni orada çoxlu sətirlər çıxır və həmin sətirləri filtrləyir. Nəyə əsasən filtrləyir desəz, open, access və no search file sözlərinə əsasən filtrləyir. Burada -id o deməkdir ki, yəni böyük kiçik hərf fərq qoymur. Yapışdırdım, enter vurdum. Tamam. Burada bizə lazım olan hissə baxın budur. Bu son sətir. Burada sistem çağırışında bu faylı çağırmaq istənilib, lakin bu fayla çata bilməyib, yəni proqram. No search file or directory deyilir. Yəni biz buradan onu anlaya bilərik ki, bu fayl daha öncədən istifadə olunub, lakin indi bu sistemdə yoxdur. Biz bu proqramı, yəni bu proqramı runlaya bilirik. Biz bunu runlayanda bu rootun adından runlanır. Əgər biz özümüz saxta bir libcalc.so fayl yaratsaq və bunun içində bizə shell gətirəcək kod yazsaq və daha sonra suid-so faylını runlasaq, bu suid bitinə görə rootun adından runlanacaq. Və burada bizim yazacağımız kod da rootun adından runlanacaq. Və nəticə olaraq biz bura shell gətirən kod yazsaq, shell bizə rootun adından gələcək. İndi deyirəm, bu sizə aydın oldu. İndi praktikada daha yaxşı aydın olacağını düşünürəm. Dediyim kimi, ilk olaraq fayl yaradılmalıdır mkdir ilə. Fayl yaradıldı. Daha sonra cd ilə həmin faylın içinə getməliyəm. ls. Daha sonra libcalc.c fayl yaratmalıyam. Bir saniye. Yine biraz internette problemler var. Bunu yarattım və daxilində bu kodu yazmalıyam. İndi bu kodu nə etdiyini mən sizə izah edəcəm. Attribute constructor deyilən bir atribut var. Bu atribut inject funksiyasını çağıran kimi onu icra edir. Inject funksiyasının daxilində isə bu, yəni bu kod var. Bu kodda keçən videonu izləyənlər bilər nə olduğunu. cp ilə bin5 tmp5-ə kopyalanır. Daha sonra plus s ilə tmp5-ə su icazəsi verilir və ondan sonra isə tmp5-p yazdır. Bu da bizə shell gətirir. Bunu kopyalayıram. Bunları özünüz əlinlə yazsanız daha yaxşı olar. Çünki vaxtdakən bunu mən də etmişəm. Əliniz alışsın, kod oxumaq bacarığınız
yəni nisbətən yaxşılaşır. Sadəcə indi video uzun olmasın deyə mən bunları tez-tez edirəm. Copy paste ilə. Bunu yazdıqdan sonra mən nə etməliyəm? Təbii ki, bunu compile etməliyəm. Yəni SO faylı vəziyyətinə gətirməliyəm. Yəni kitabxana faylı vəziyyətinə gətirməliyəm. Bunun üçün mən GCC-dən istifadə edəcəm. Share yazaraq paylaşılan fayl yaradacağam. -o ilə faylın adını yazıram. SO faylı. -fpic isə istənilən yaddaş ünvanında bu faylı anlamaq üçün istifadə olunan opsiyadır deyək. Enter vururam, ls edirəm və gördüyümüz kimi burada libcalc.so faylı yaradıldı. İndi isə bizə qalan sadəcə olaraq həmin o faylı, həmin o proqramı anlamaqdır. Deməli. Burada gördüyünüz kimi artıq biz root'u burada ID desək görə bilərsiniz. Görə bilməyəcəksiniz ID desək. Bilmirəm niyə belə olur. Who am I desək, onda görə bilərik ki, biz root'u. Bunun səbəbini bilmirəm niyə belə olursa. Yəni burada ID-min göstərir və TCM yazılır. Yəni biləniniz olsa desəz sevinərəm açığı. Amma who am I yazanda root yazılır. CD root etsəm, məsələn pwd, yəni root'un içindəyəm hal-hazırda. Sadəcə burada niyəsə belə yazılır yəni. İndi mən buradan exit edirəm. Keçirəm digər tapşırığa. Burada nə edir? Tamam, burada Nginx-in versiyasına baxır və həmin versiya köhnə olduğundan onu istismar edir. Çətin bir şey deyil bu əslində. DPKG ilə versiyanı yoxlayır. Yəni yoxlayaq bunu. dpkg-l grep Nginx. Adını səhv yazmışam böyük ihtimal. Nginx adını səhv yazmışam. Tamam. Görürük ki Nginx-in versiyası budur. Bu da köhnə bir versiyadır. Yəni istismar oluna bilər. Gəlin baxaq görək bunu necə istismar edə bilərik. Yəni bir növ kernel exploit'a bənzəyir. Yəni bu deyil təbii ki. Yəni sadəcə buna bənzəyir istismar olunması. Tamam, baxın burada seviyə 2016 17 deməli 2016-da tapılan bir seviyədir bu. 1247-ci seviyədir. Bu seviyə vasitəsilə biz istismar edə bilərik. Bunun koduna baxmışdım daha öncə. İndi burada tapa bilərəm. Deyəsən budur, logaritm olan. Eynən bununla istismar olunur. Vaxtınız olsa bunu oxumağınızı tövsiyə edirəm. Bunu normalda mən yükləməliyəm sistemə. Daha sonra SCP və ya netcad ilə göndərməliyəm və ya başqa şey də ola bilər. Hədəf sistemə. Lakin adamlar çətin olmasın, yəni hazır bunu yükləyiblər. Bizə də qalan bunu istifadə etməkdir. Sadəcə burada bir nüansı var ki, bu yalnız www istifadəçisi olaraq istismar oluna bilər. Bu səbəbdən biz keçməliyik www istifadəçisinə. Buna görə mən ilk öncə keçirəm root'a. Bir saniyə, indi burada cd-də suroot password 123 sudo -l 123 data tamam səhv yazmışam. Burada su olmalıdır. Və indi biz www istifadəçisiyik. Normalda biz hər hansı bir web tətbiqdən sistemə sızdığımızda www istifadəçisi oluruq. Okey, indi bu komandanı çalışdırmalıyam. Bu sadəcə olaraq yəni şeydir. İstismar olunmasıdır, yəni burada çox xüsusi bir şey yoxdur. İndi istismar başlayır, lakin burada logaritmi sürətləndirmək üçün mən başqa bir terminaldan daxil olacağım sistemə və bunu sürətləndirmək üçün bu komandanı daxil edəcəm özüm. İndi burada ilk olaraq mən sistemə daxil olmalıyam. Çünki gecə olacaq o, çox vaxtımız gedəcək də bizim. Ona görə birbaşa ilə
özüm sürətləndirirəm prosesi. Siz gözləyə bilərsiniz necə olduğunu görmək üçün, amma yəni lazım deyil də. Real həyatda gözləməli olacaqsınız. Neyse bağlanmır, internet çox zayıfdır. Tamam. Okey, indi su root deyirəm. Password 1 2 3. Bu komandla yapışdıram. Baxın burada hələ istismar olunmayıb. İndi mən buna enter vursam. Baxın istismar olundu. Mən bura UMI yazsam. Mən root'tam. ID yazaq baxaq. ID yazsam yenə root deyiləm. Yəni bunun səbəbini bilmirəm həqiqətən niyyətsə. Amma root'tam da yəni. Hətta buradan görə bilərsiniz ki root'tam. Tamam, exit eləyək. Bir dəfə də exit, yenə exit. Tamam. Buradan artıq çıxa bilərəm. Tamam. Davam eləyək növbəti taskımız ilə. Burada da SUI'dən istifadə olunub. İlk olaraq find vasitəsilə SUID bitinə sahib fayl axtarılıb. Gəlin axtaraq. Bayaq axtardığımız kimidir zaten. Buradan müxtəlif fayllar gəldi. Bu dəfə isə suite-env faylını istismar etmişik. Bunu necə edir? İlk olaraq kontentinə baxır. Yəni həmin faylda oxunula bilən stringləri strings vasitəsilə çıxartır. İndi biz də bunu edək. Bunu yazıram bura. Enter vururam. Baxın, burada service Apache to start var. Biz buradan anlaya bilərik ki, bu proqramı çalışanda bu da çalışır. Yəni, böyük ehtimal ki, bu da çalışır. Və biz əgər pəsi dəyişə biliriksə, necə deyim, ümumiyyətlə proqramlar çalışanda bu servis və s. var, hamısı bir fayldır da. Bu fayllar necə çalışır? Mən burada servis yazan kimi bunu necə tapır? Bunu tapmaq üçün bir pəs var. Baxın, echo dollar pəs yazıram. Burada bir pəs var. Bu pəsə əsasını axtarır. Birinci baxır bura. Burada servis var yoxsa yox? Görür ki, yoxdur. Keçir digərinə. Burada da yoxdur. Sonra digərinə belə-belə gedir. Əgər biz buna müdaxilə edə bilib pəsi dəyişə biliriksə, nə edə bilərik? Biz TMP-nin daxilində bir servis adlı fayl yarada bilərik. Həmin faylın içinə öz ziyanlı, yəni zərərli kodumuzu yaza bilərik. Və TMP-ni pəsin əvvəlinə ata bilərik. Aydındır fikrim. Və bu zaman servis proqramı çalışanda artıq TMP-nin içində olduğu üçün birbaşa o çalışacaq. Artıq bunların içində axtarmayacaq. Normalda servisin harada olduğunu baxmaq üçün which komandasından istifadə edə bilərik. Baxın, normalda servis buradadır. User SBin-də. User SBin burada haradadır? Baxın burada. Amma biz burada atacağımız üçün TMP-ni birazdan birbaşa TMP-nin içində onu görəcək və bizim servisimizi çalışdıracaq. Okey, indi burada dediyimi edir. Echo ilə TMP-nin daxilində servis C fayl yaradılır. Bu da C kodudur. Grup ID-ni 0 edir, user ID-ni 0 edir, yəni root istifadəçisi. Daha sonra bin bash çalışdırılır və təbii ki, bu zaman artıq fayl çalışanda bizə rootun şeyli gələcək. İndi bunu artıq anladığınızı fərz edirəm. Bunu kopyaladım. GCC ilə sadəcə compiler eləyir, yəni C faylını compile edir, çalışsın. Bura kimi gəlmişsiniz və bəzi şeylərini bilməyiniz tələb olunur artıq. Çox şeyi dərinləməsini izah eləmirəm. Ümid edirəm bunu başa düşürsünüz. Export vasitəsilə məsələn burada pəsi dəyişir. Məsələn pəsin əvvəlinə TMP atır. Bunu yazaq. Və daha sonra isə faylı çalışdırır. İndi mən birbaşa faylı çalışdırmayacağım. Sizə pəs dəyişənini göstərmək istəyirəm. Baxın, burada əvvəlində TMP var. İndi mən bu faylı çalışdıranda, hara getdi? Aha, bu. Bu fayl. Bunu çalışdıran vaxtı mən, bunu mən çalışdıranda bu rootun adından çalışdırılır. Çünki bunda suite biti var. Rootun adından çalışdırıldığı üçün bu komanda da rootun adından çalışdırılacaq və servisdəki bu kod da rootun adından çalışdırılacaq və mənə şey gələcək, yəni. Bunu çalışdıraq. Gördüyünüz kimi mən artıq rootam. ID yazsam
Yəni bu dəfə 0-dır, yəni. Bu dəfə problemsiz 0 göstərir ID-ni. Who am I desəm, rutam, tamam. Çıxaq. Keçək növbəti taska. Növbəti taskda isə nə edir? Okey, yenə həmin məsələdir, həmin temadır yenə. Bu dəfə SUID-env2 faylını istismar edir. String vasitəsilə buna oxuyum. Strings yazıram və faylda oxunula bilən stringləri çıxarır mənim üçün. Baxın, burada da həmin məsələdir, lakin artıq mən burada bayaqki variantı işlədə bilmirəm. Niyə? Çünki burada servis birbaşa yolla verilib. Yəni aydın fikrim, birbaşa yolla verildiyi üçün mən burada artıq tempini içində yaradım, sonra tempini pəsin əvvəlinə atdım. O variant keçmir artıq burada. Burada mən nə etməliyəm? Burada mən bir funksiya yaratmalıyam. Hansı ki, həmin funksiyanın adı /user/spin/service olacaq. Baxın, bu formada. Adam funksiya yaradıb, funksiyanın adını belə qoyub. Sonra da bayaqki komandadır. Eyni ilə yazıb bunu və salam, yəni. Çətin bir şey deyil bu. Bunu da artıq neçənci dəfə sizə izah edirəm. Yəni, 1005-i TMP-yə kopyalayır, suid verir, suid cədəsi verir ona və daha sonra TMP5-i çalışdırır. Bunu indi çalışdıraq. İndi burada funksiyamız yaradıldı. Funksiyanı eksport etməliyik təbii ki biz. Bunu eksport etməliyik. Bunu eksport edəndən sonra artıq indi çalışdıra bilərik biz bunu. İndi bunu çalışdıra bilərik. Yəni gördüyünüz kimi biz yenə rutuq. ID-imizə baxsaq 0-dır. Bu komandanın sizə izah edeyim nə olduğunu. Bu da ikinci metoddur. Bu biraz uzun komandadır. Çalışacağım izah edeyim sizə. env-i ilə bütün mühit dəyişənlərinin hamısını silir. Daha sonra PC4 vasitəsilə bu komandanın icrasının nəticəsini bizə ekrana yazdırır. Burada dollar var. Yəni bu komanda icra olunur təbii ki. Daha sonra 1000-sh-c istifadə edərək bu komandanın sistemini çalışdırır. Baxın, bu komandanın sistemini çalışdırır. Bu komandanı çalışdıran zaman da artıq, necə desəm, bu fayl çalışır. Setx burada açılan xtrace burada set plus x ilə bağlanılır və tmp5 çalışdırılar və bizə şey gəlir. Yəni bunu da istəyirsiniz çalışdıraq, yenə də biz root olacaq. Baxın, məsələn root oldu. Bu da nəticələrdə bayaq dediniz sizə. PC4 ekrana yazdırır. Yəni məsələn ekrana yazdırıb. Exit eləyək buradan da. Keçək növbət taska. Növbət taskda capabilities bizi qarşılayır. Capabilities'in nə olduğunu ilk öncə sizə izah etməliyəm mən. Capabilities suiddən fərqli bir şeydir, lakin qismən ona bənzəyir. Yəni biz əgər bir fayla suid icazəsi vermək istəmiriksə, bu zaman ona capability təyin edirik. Yəni müəyyən bir xüsusiyyət təyin edirik. Capability'lər müxtəlif cür ola bilər. İndi burada bizim işləyəcəyimiz taskda getgah vasitəsilə capability təyin olunmuş faylları axtarır. Və burada Python 2 tapıb, Python 2.6-ını tapıb. Python 2.6-ya cap altdan xətt set uid bərabər üstəgəl ep, yəni cap set uid capability'si verilir. Bu isə o deməkdir ki, deməli Python 2.6 necə desəm, necə deyim mən sizə bunu. Yəni ümumiyyətlə bu capability proqramın user ID-sini dəyişməsinə imkan verir, qısaca desəm. Və burada da birbaşa Python 2.6 istifadə edib, user ID-ni dəyişib və 1005 istifadə edib. Yəni bu qədər sadə. Capability-ni səhv yerdə səhv cür istifadə edib, səhv cür konfigurasiya edib. Bu səbəbdən də bundan istifadə edib biz də ID-ni dəyişirik. ID-ni niyə dəyişirik? Çünki bu capability bizə icazə verir ki, biz ID-ni dəyişə bilək. Və həmin bu capability Python 2.6-ya aid edildiyi üçün Python 2.6 ilə biz ID-mizi dəyişə bilirik. ID dəyişəndən sonra da artıq birbaşa 1005 çağırılır. Yəni bu qədər sadə. Yəni bu formada. Artıq root who am I və ya ID yazaq. İndi bir şey demək istədiyim məlumat kimi. Burada ciddi
Burada var zaten. Var. Burada GT4Bins saytında mesela bakın capability'ler olmalı yani. Burada Python yazsam Python bakın capabilities var burada. Suite. Yani bakın istismar etme qaydasını göstərir capability-lə. Yəni bu formada. Bu daha doğrusu. Mən səhv edib baxdım. Baxın. Deyir ki, eğer cap set UID capability'si varsa burada. Bakın burada yazıb. Bu zaman biz onu bu formada istismar edə bilərik deyir. Yəni biz user ID-ni dəyişə bilirik deyə bu formada istismar edə bilərik. Təbii ki, diğerlərini araşdırmanızı məsləhət bilirəm. Diğer capability'ləri, onların yarada biləcəyi riskləri bunları araşdırmanızı tövsiyə edirəm. İndi də mövzusu deyil, ona görə onları göstərməyəcəm. Keçək digərinə. Və artıq biz gəldik Chrome-a. Cronjob'un və Crontab'ın nə olduğunu mən sizə izah edim. Belə bir situasiya düşünün ki, bir şirkətdə sistem administrator var, sistem açıqdır daim və sistem administrator hər gün saat 10-da şirkətə gəlməlidir, bir faylı anlamalıdır və daha sonra başqa işlərlə məşğul olmalıdır. İndi bu bir həftə ərzində bunu etməlidir. İndi bayram vaxtı, lakin həmin fayl mütləq ranlanmalıdır, mütləq şirkətə gəlib getməlidir. Bunun qarşısını almaq üçün yəni buna həll olaraq nə etmək olar? Bir cron job yaratmaq olar. Cron job elə bir şeydir ki, periodik olaraq o hər dəfə icra olunur. Həmin o sistem administrator bir fayl yaradar. Məsələn, run.sh. Run.sh-ın içinə öz kodunu yazar, hansı ki onu istifadə etməlidir. Və bu faylı cron job olaraq təyin edər də. Yəni hər gün saat 10-da onun gəlməyinə ehtiyac olmaz və bu çalışar. Tabii ise bu cron jobların saxlandığı bir cədvəldir. Şimdi buradan exit edeyim mən. Göstərdim sonuna. Cat etc cron tab yazıram. Baxın burada bunlar default cron joblardır. Bunlar isə bu sistemi kuran adam tərəfindən təyin olunmuş cron joblardır. Bunlar vaxt göstərir. Bunları mən sizə izah eləməyəcəm. Özünüz baxa bilərsiniz ki, yəni bunlar nə vaxt ranlanır. Onu deyim ki, sizə burada ulduzlar o deməkdir ki, bu fayllar hər dəqiqə ranlanır. Tamam mı? Və əsas nüans da odur ki, override sh faylını ranlamaq istəyəndə həmin bu faylı bu pəsə uyğun olaraq axtarır. Tamam mı? Yəni birinci baxır bura. Home user'da var mı override sh? Yoxdur. Keçir o birisinə. Bunda yoxdur. Aha bunda var. Artıq buradakı override sh-ı ranlayır. Bunu yadınıza saxlayın. Burada zaten pəs dəyişiləcək. Yəni dəyişilməyəcək. Başqa texnika icra olunacaq. Burada override sh faylı var. İndi mən which desəm və override sh desəm, burada override sh diye bir fayl yoxdur. Buradan biz nə düşünə bilərik? Düşünə bilərik ki, sistem administrator bu faylı yaradıb nə vaxtsa, istifadə edib və artıq bir həftə keçib, 2 həftə keçib, buna lazım olmayıb və bunu silib. Lakin cron job qalıb, cron jobu silməyi unudub. Və biz də görürük ki, birinci olaraq home user'in daxilində bu fayl axtarılır. Home user'də biz özümüz istədiyimiz kimi fayl yarada silə bilərik də. O zaman bu faylın eynisini biz yaradırıq home user'in daxilində. Gəlirəm home user'a və daha sonra içinə istismar kodumuzu yazıram. Ondan sonra da bir dəqiqə ərzində ranlanacaq. Yəni bu fayl ranlanacaq. İstismar kodu budur. Bu hər zamanki kodumuzdur. Yəni hər zaman bunu izah etmişəm sizə. Bu formada echo ilə bunu yazdırır və daha sonra bu işarə ilə, böyüdü işarəsindən overwrite.sh-ın daxilinə yönləndirir. ls-la home user. Baxın burada overwrite.sh var. Bunu hemen chmod verməliyim. Bu da chmod plus x home user overwrite.sh ls-la. İndi bu bir saniye. Tamam. Şimdi bu fayl neyindir? TMP'nin içinde 1005 yaratır. Gəlirəm TMP-yə.
cd tmp ls tamam, ls dash li tamam. Burada indi baxın 5 fayl yaradılıb root adından, root qrupundan və ona suid icazəsi verilib. İndi /tmp deyirəm, /bash deyirəm, -p deyirəm və enter edirəm. Gördüyümüz kimi biz artıq rootu whoami deyirəm, root id deyirəm, yenə root deyil. Bu həqiqətən bilmirəm niyə belə olur. Amma yəni root oldu. Yenə göstərmək üçün rootun daxilinə gedə bilərəm. Və ya nəyə bilərəm mən burada? pwd ilə sizə göstərim ki, yəni rootam. Exit edirəm buradan. Keçək növbətisinə. Burada isə artıq növbəti bir texnika işə düşür. Tamam. İlk öncə istəyirəm ki, sizə bunu göstərim. Bayaq mən crontab'a baxdığım zaman, ümumiyyətlə sizdə gördük ki, burada compress.sh diye bir fayl var. Və bu hər dəqiqə anlanır. Və biz bundan şübhələnə bilərik ki, buradan nəsə bir şey çıxarmı. Bu faylın içini bir oxuyaq ki, burada nə var. Okey. Nə edir? cd ilə home user'in daxilinə gedir. Tar czf ilə backup alır. Bütün faylların backup'ını alır. Və buradan görə bilərik ki, bütün fayllar nəzərdə tutulub. Və mən burada nə edirəm? Tarın köhnə versiyalarında bəzi fayl adları bir opsiya kimi tanına bilər. Əsasən də checkpoint action kimi adlar. Və biz də bundan istifadə edib bu bir opsiya kimi tanınırsa, necə desəm, bundan istifadə edib öz zərərli faylımızı yaradıb onu anlata bilərik. Yəni necə? Echo ilə çox sadə bir formada, yəni bayaqdan zaten bunu edirik. Bir dənə fayl yaradırıq, runme.sh faylı və bunun içindən bu kodu yapışdırırıq. Yəni bu fayl runlananda bu kod çalışdırılacaq. Tamam mı? Bu kodun da nə etdiyini artıq bilirsiniz də siz. Daha sonra touch vasitəsilə checkpoint yaradılacaq. Bayaq dediyim kimi bu faylın adını artıq fayl adı kimi anlamayacaq tar. Bir opsiya kimi anlayacaq. Məsələ ondadır. Bunu yaradıram. Daha sonra digər checkpoint'imi yaradıram. Hansı ki bu checkpoint'i runme.sh'a işarə edəcək və onu exec eləyəcək. Yəni çalışdıracaq sh vasitəsilə. Kopyalayıram bundan. ls cd home user ls. Baxın, 2 dənə fayl yaradılıb. ls-l edirəm. Baxın burada. 2 dənə fayl yaradılıb. Faylın adı qəribə gəlir, eləmi? Amma bunu opsiya kimi anlayacaq da bu. Mən bu əmri yazdığım zaman artıq yəni bash çalışdırmış olacağım. Yəni necə deyim sizə? Bu əmr işləyəcək. 1 dəqiqədən bir təkrarlanan cron jobdur da bu. Bu 1 dəqiqədən bir təkrarlanan cron jobdur. Bu təkrarlanan zaman runme.sh işə düşəcək. Runme.sh özü tmp bash yaradacaq. Yəni 1005-i tmp bashə kopyalayacaq və tmp bashin daxilindəki bashi mənim runlamağım kifayətdir ki, mən root ola bilim. İndi cd tmp deyirəm. ls-l edirəm. ls-lat tarixə baxmaq istəyirəm. Mənim saatımla bu uyğun deyil də. Çox təəssüf ki. Baxın, bu bash faylı bizim bayaq yaratdığımız fayl idi, hansı ki overwrite sh ilə yaratdıq. 1657-də. Bu isə indi yaradılandı, yəni onu qarışdırmamanızı istəyirəm. Biz ayrı 2 dənə bash fayl yaratdıq, lakin ikisini də tmp yaratdıq deyə ola bilər sizin fikriniz qarışsın. Yəni bunlar ayrı fayllardır. Eyni fayl, lakin ayrı vaxt yaradıldı da. Biri bu tasda yaradıldı, biri isə bu tasda yaradıldı. İndi işlə tmp bash p deyəndən sonra mənə rootun şeyi gəlməlidir. Gördüyünüz kimi ls-l
Burada indi HMI deyirəm, rutam, ID deyirəm. Niyəsə burada 0 göstərmir. Amma yenə göstərmək üçün sizə rootun daxilinə gedirəm və ls-l edirəm. Və yaxud burada pwd deyirəm və root olduğumu sizə göstərirəm. İndi buradan exit edirəm, keçirəm sondan ikinci tapşırığa. Burada nə edir? Burada bunu anlamadım. Burada nə edir biləm. Chrome tabı oxuyur. User bir saniye. Burada yazır cat etc Chrome tab yazır. Override sh deyən bir fayl var burada. Bu səbəbdən dolayı biz səhv etmirəmsə bu yolda override sh deyilən bir fayl var və ls-l ilə bunu indi biz buradan görə bilərik də. Burada çalışdırma icazəsi var, oxumaq icazəsi var və s. Bu faylın daxilini biz oxumalıyıq ilk olaraq. Cat ilə. Faylın daxilini oxuduqda biz görə bilərik ki, echo ilə hər dəfə date'i tmp useless'in daxilinə yazdırır. Və bunu gördükdən sonra və bizim yazmaq icazəmiz varsa, varmı deyə baxıram. Bir saniyə. Bizim baxın burada azaya yazmaq icazəsi verilir. Bu verilməli deyil əslində. Bu səhv konfigurasiyası konkret. Ona görə biz bunu daxilinə nəsə yaza bilərik. Bunu daxilinə nəsə yazdıqdan sonra da artıq bu hər dəqiqə anlandığından bu fayl çalışdırılacaq və daha sonra biz root ola bilərik. Bu komandanı düşünürəm artıq zaten ehtiyac yoxdur. Şey izah edə bilərəm sizə. Baxın, məsələn, burada 2 dənə şey yazılıb da böyüdür işarəsi. Bu o deməkdir ki, bu faylın kontenti qorunur və birbaşa necə deyim, bu yazılardan sonra yazdırılır. Bu yazı bu yazılardan sonra yazdırılacaq. İndi bunu kopyalayıram. Cat deyirəm. Bunun daxilini oxuyuram sizə göstərmək üçün. Baxın, yazılar olduğu kimi qalıb və bundan sonra yazdırılır. Sizə bir şey deyim mən. Burada da başınız qarışmasın. Biz burada da əslində override sh faylı var idi, lakin mən bunun olduğunu bilmirdim. Biz burada pass manipulyasiyası etdik. Yəni pass'i dəyişdik. Home user'ı əvvələ atdıq ki, home user'in daxilindəki override sh çalışdırılsın. Bu birinci texnikadır. İkinci texnika isə override sh faylı zaten user lokal binin daxilində var idi və burada yazmaq icazəsi olduğundan dolayı biz bunun daxilinə öz kodumuzu yazdıq və bu formada istismar etdik. Yəni fərqi anlamağınızı istəyirəm. Orada fikriniz qarışmasın. TMP-yə gəldim. ls-l at edirəm. Bash yaratılıb. Baxın, bash 17.05-də yaratılıb. Bu komandanın yaratdığı bash'dir bu. Yəni hər dəfə mən bash faylını TMP-də yaradıram deyə burada çaşmayın. Bu 17.05-də yaratılıb. Yəni bu kodun yaratdığı bir şeydir bu. Burada isə 17.01-də yaranıb. Tamam mı? Yəni bunlar ayrıdır. İndi mən burada tmp bash-p-ni çalıştırsam, mənə artıq rootun işə gələcək və mən burada id yazsam olmur yenə. HMI yazıram. Görürəm ki, mən rootam. İndi buradan exit edirəm. Yəni buydu. Tamam. İndi sonuncu tapşırığımıza baxaq dostlar. Sonuncu tapşırığımızda isə NFS-dir. Mən bunun olduğunu izah edəcəm, lakin bunu etməyəcəm. Çünki mən bunu hər dəfə eləyəndə mənim kompüterim donur. Yəni vəziyyət yaxşı olmur. Ona görə bunu sadəcə sizə izah edəcəm. Özünüz eləyib baxa bilərsiniz evdə. Deməli, NFS nədir? NFS faylları paylaşmaq üçün istifadə olunan bir servisdir. Bu necə işləyir onu mən sizə deyim. Mən A kompüterində mount/1 qovluğunu paylaşıram, tutaq ki. B kompüterindən bir cihaz da özünün mnt/1 qovluğunu ora mount edir. Və mən əgər
A cihazında MNT/ yani bir qovluğunda nəsə yaratsam, digər cihazın qoşulmuş qovluğunda həmin fayl yaradılacaq. Yəni bir növ belə düşünə bilərsiniz ki, biz iki cihaz, iki şəxs bir faylı, bir qovluğu ortaq olaraq istifadə edir. Belə düşünə bilərsiniz. İndi burada problem nədir də? Burada problem odur ki, bunu yaradan zaman əgər biz no root squash seçiminin aktiv olduğunu görsək, bu zaman bu potensial bir təhlükə yaradır hədəfi üçün. Necə təhlükə yaradır? Biz hədəf sistemə qoşulanda normalda biz root kimi qoşulsa da bizim imtiyazlar adi istifadəçiyə düşürülür. Yəni biz bir şey yaradanda o root kimi yaranmır hədəf sistemdə. Lakin no root squash aktiv olsa, biz hədəf sistemə qovluğuna qoşulanda və nəsə yaradanda o qovluqda root kimi yaratsaq, hədəfdə də root kimi yaranır. Biz də bunu belə eləyib bir C fayl yaradırıq. C faylı yaradandan sonra kompilyasiya edirik və ona suit verib onu çalışdırırıq. Yəni bu qədər sadə. Sadəcə bu no root squash'ın açıq olmağı problem yaradır. İndi mən sizə biraz göstərəcəm bunu, tam olmasa da. Cat export deyirəm. Baxın burada no root squash yazılıb. Fikir verin. Yəni bu aktiv olduğu zaman bu potensial təhlükədir. Bayağı dediyim səbəbdən dolayı mən indi hədəf sistemə öz cihazımdan qoşulsam, hər hansı bir faylı, hər hansı bir qovluğu mount eləsəm, o zaman root kimi bir şey yaradanda hədəfdə də root kimi yaradılacaq. Root kimi bir şeyə suid verəndə hədəfdə də rootun suidi veriləcək həmin o fayla. Yəni başa düşürsünüz, ümid edirəm. Burada da yəni öz attacker maşınında yaradıb yəni TMP1. TMP1-i mount eləyib hədəf sistemə. Bu versiya diqqət edin, siz eləyəndə bunun alınması dəyişin. Bir eləyib yoxlayın. Daha sonra echo vasitəsilə faylın daxilinə C kod yazıb, qrup ID-ni 0 eləyib, user ID-ni 0 eləyib və sistemdə 1005 icra edib. Yəni bu qədər sadə. Daha sonra GCC-ni onu kompilyasiya eləyib və suid verib. Buna suid verəndən sonra gəlib öz hədəf sisteminə. Hədəf sistemində burada indi həmin fayl yaradılacaqdır. Mən faylı burada yaradıram öz cihazında. Həm də o hədəfdə yaradılacaq. Hədəfdə gəlib onu heç nə ./x eləyib çalışdırıb və nəticə olaraq ona rootun şeyi gəlib. Bu da bu formada dostlar. Hamısını izah edib bitirdim. Ümid edirəm bu videolar sizə faydalı oldu. Ümumi olaraq elə alsam bunu, biz burada SUI-də öyrəndik, SUI-nin nə olduğunu öyrəndik. Hansı formada istifadə olunduğunda hədəfdə təhlükə yarada bilər, priveskiya imkan yarada bilər, bunları öyrəndik. Capability nə olduğunu öyrəndik, düzdür, çox misal yox idi buna görə. Yenə də haqqında məlumat qazandıq. Cronun nə olduğunu öyrəndik, cron jobun nə olduğunu öyrəndik. Hansı formada istismar oluna bilər, pəsin dəyişdirilməsini öyrəndik, yəni necə işləyirsə. NFS-in nə olduğu haqqında məlumat yarandı, no root squash seçiminin yaratdığı təhlükəni öyrəndik. Yəni bu formada maraqlı məlumatlar əldə etdik. Biraz C kodundan, biraz Python kodundan öyrənmiş olduq. Yəni yenə deyirəm, yararlı olduğunu düşünürəm. İnşallah elədir. Bu formada dostlar, çox sağ olun izlədiyiniz üçün. Sağ olun. Tú sabes, no pierdas el tiempo, dale, vente, pégate lento. No, dale, no pierdas el tiempo. Esta noche me puse, a eso no le doy, no. Eso no le doy.